Bugün Biz Bizə podkastın ilk seriyasına başlayırıq və Biz Bizə podkastın ümumiyyətlə məqsədi, amalı nədən ibarətdir? Gəlin bunlara baxaq. Biz Bizə podkast elə adından məlum olduğu kimi biz bizə olacağımız səmimi və bir növ belə deyək də paylaşmağı çox istədiyim mövzular haqqında olacaq. Bu bilmirəm seriya nə vaxta qədər davam edəcək, neçə seriya olacaq, amma burada hətta qonaqlarımın da olmasını arzu eləyirəm. Bakalım necə olur. Biz Bizə podkastın ilk bölümü olacaq. Özümü boşluq içərisində hiss edirəm. Boşluq hissi duyuram. Sanki bir mənasızlıq var. Yəni həyatımda heç bir şeydə bir məna tapa bilmirəm. Dostluqlarda, sosial çevrədə və ya da ki işdə bir məna tapa bilmirəm. Bir boşluq var içimdə. Nələrsə sanki mən dünyaya sığmıram kimi belə hiss edirəm. Gəl buralara bir baxaq. Məhz bunları müzakirə edəcəyimiz, bunlara bir göz atacağımız bir seriya olacaq, yəni bölüm olacaq belə deyək. Ümumiyyətlə biz bəzən boşluqda hiss edə bilirik. Ara sıra, yəni hər birimiz bu hissi keçirə bilirik. Bunun başlanğıcı ümumiyyətlə belə deyək də, bunu gəl bir etaplara bölək. Bizim böyüməmizlə əlaqələndirməyə çalışacağam bunu. Biz böyüyürük bir ailədə, yəni ətrafımızda kimlərsə olur, ana, ata, nənə, baba, bəlkə kimlərdəsə bacı, qardaş və eləcə də bəlkə kimlərsə daha geniş, böyük bir ailədə böyüyüb ola bilər ki, və daha sonra gəlirik, bizim bağça dövrümüz gəlir, bağça və məktəb filan. Ətrafda müəyyən bir fikirlər olur. Yəni hər bir şey haqqında, dünya haqqında, insanlar haqqında, münasibətlər haqqında, pul haqqında müəyyən bir inanclar, proqramlar oturur və ya da ki biz nələrisə ailəmizin bir növ belə deyək də gözü ilə baxmağa başlayırıq və ya da ki böyüdüyümüz ailədə gördüyümüz şeylərdən müəyyən bir nəticələr çıxardıb, müəyyən bir çərçivələr, bir növ belə deyək də inanclar formalaşdırmağa başlayırıq və bu şəkildə də bizim şuuraltı proqramlarımız, şuuraltımız formalaşmağa başlayır. Və neçədə bu şuuraltının müəyyən bir proqramlara ehtiyac var. Ona görə ki, sən yəni təmiz şəkildə doğulursan. Yəni sənin zehnin ağ, təmiz bir şəkildədir. Ağ bir vərəqdir bir növ və ora müəyyən bir proqramlar lazımdır ki, işlənilməlidir, yazılmalıdır və bunu da bir çox hallarda bizim valideynlərimiz edir. Təbii ki, burada biz kimsəyə günahlandırmaq falan filan bu şeylərə girmirik. Sadəcə ümumiyyətlə bunun işləmə mexanizmini öyrətməyə, izah etməyə çalışıram. Və daha sonra nə baş verir? Yəni bu inanclar fonunda biz özümüzü şərtləndirməyə başlayırıq. Yaxşı qız, yaxşı oğlan, ağıllı qız, ağıllı oğlan, çalışqan qız, çalışqan oğlan kimi rollar götürməyə başlayırıq. Həmin bu rollar bizim həyatımızın o qədər böyük bir hissəsinə, parçasına çevrilir ki, bir yerdən sonra biz özümüzü unutmağa başlayırıq və cəmiyyətin, ailəmizin gözləntilərinə, yəni onların bizə çizdiyi həmin o rollara, obraza uyğun olmağa başlayırıq. Amma gəl baxaq görək burada nə baş verir, yəni. Biz normal olaraq özümüzdən qopduğumuz üçün, öz oxumuzdan, öz intuisiyamızdan qopduğumuz üçün normal olaraq özümüzü boşluqda hiss edə bilirik, yetərsiz hiss edə bilirik, sanki mənasızmış kimi gəlir həyat bizə və dünya sanki sənin üçün belə dar, balaca, yəni sıxıcı, xaotik bir yer kimi gəlməyə başlayır və sən başlayırsan axtarışa ki, bəs mənim üçün yəni mənalı olan, həqiqətən də doğru olan, yaxşı olan şey nədir? Normal olaraq. Çünki sorğulamağın çox normaldır, yəni analiz etməyin çox normaldır. Çünki sən insansan və normal olaraq yəni bunları sorğulamalısan bir yerlərdə. Həmçinin də sən fərd olduğun üçün, bir şəxsiyyət olduğun üçün normal olaraq yəni özünlə bir bağ qurmaq istəyirsən. Yəni həqiqətən də özünü təsdiqləmək, öz kimliyini, özünü ortaya qoymaq istəyirsən. Yəni bu bizim bir qədər bir növ belə deyək də narsistik tərəfimizdir və hər birimizdə var və çox normal və sağlamdır. Bunu deməliyəm. Və dolayısıyla artıq səndə baş verir yəni nələr? Bir boşluqda mənasız hiss etmək, heçlikdə hiss etmək. Elə doğuluşun, oyanışın da başlandığı yer həmin bu yerdir. Və burada suallar verməyin o qədər çox vacibdir ki, həmin o suallar sənin həyatını dönüşdürəcək yerlərdir. Mən həqiqətən kiməm görəsən? Mən
Yəni hazırda etdiyim işlər, bir növ belə deyək də, bu rollar, kimliklər mənə mi aiddir, yoxsa necə? Yəni bunlar mənə necə hiss elətdirir? Nə qədər yəni mənəm, nə qədər yox? Nə qədər maskalanıram? Yəni nə qədər görürsən məndə olan qorxular nələrdir? Və bir çox hallarda bizi qorxularımız idarə eləyir. Ona görə ki, qorxularımızın olması çox normaldır. Bunu əvvəla qeyd edeyim. Çünki biz insanıq və insanda qorxuların olması çox insani və normaldır. Normaldır, bəli. Və belə deyək də, səndə müəyyən bir qorxular var ki, ya mən tərk olunsam, ya mən qrupdan atılsam. Qrupdan atılmaqdan qorxursan, bəli. Çünki bizim üçün aidlik çox önəmlidir. Bir yerə aid hiss etmək, bağ qurmaq, özünü təsdiq etmək, mən demək, məni ortaya qoymaq və ətrafdan qəbul görülmək çox vacibdir bizim üçün. Bu bizim insan olduğumuzun göstəricisidir. Və sosial varlıq olduğumuz üçün, sosiumun bir parçası olduğumuz üçün bizim üçün çox vacibdir. Amma bəzi qorxular var ki, hansı ki çox hədsiz şəkildədir, yəni tərk olunmaq ola bilər, rədd olunmaq ola bilər, qrupdan atılmaq ola bilər. Bu qorxular hara dayanır? Gəl bunlara bir baxaq. Bu qorxular, yəni bizim atalarımız, hansı ki bizim əvvəlki dediyim, daha doğrusu ilk əcdadlarımız qrup şəklində yaşamaq məcburiyyətində idilər. Çünki onlar üçün təhlükəli idi həyat. Onların sığınacaqları, onların evləri, onların güvənilir bir yerləri yox idi və yəni modern həyatla o həyatı müqayisə etsək, o dövrdə təbii ki yaşamaq çox çətin və qəliz məsələ idi və normal idi ki, insanlar tez ölə bilirdilər, normal idi ki, insanlar vəhşi heyvanların və ya da ki, digər insanların hücumlarına məruz qala bilirdilər. Yəni çox bəlirsizliyin olduğu bir yer idi və dolayısıyla çox qorxu və təşviş içində idilər. Və dolayısıyla onlar qrupdan atılmaqdan çox qorxurdular. Bəli, çox qorxurdular. Və həmin o qorxular bizdə də var. Çünki nəticədə yəni biz də onlardan yaranmışıq. Və biz onların davamçılarıyıq və normal olaraq bu kimi qorxuların olması və məsələ odur ki, o qorxular bizi bir yerlərdə idarə edir, bəli. Və bir çox hallarda biz bunun fərqində belə olmuruq, yəni və ən böyük bəla, ən böyük dərd eləməsi orasındadır ki, sən idarə olunursan. Hansı ki, o icebergin görünməyən tərəfi deyilən şuuraltı tərəfindən idarə olunursan. Və bilmirsən ki, yəni mən bir tərəfim getmək istəyirəm, amma bir tərəfim də burada qalır. Yəni niyə? Nə baş verir yəni? Və bəzən də ola bilir ki, bizim ehtiyacımız olur orada qalmağa. Bəli. Sən bir şeyə qərar verdikdə və içsel olaraq artıq dedikdə ki, yox, mən artıq dönüşmək istəyirəm. Mən öz yolumu tapmaq, öz yolumu inşa etmək istəyirəm. O zaman onsuz yollar açılır, yəni. Bunu biləsən. Hər bir şey müəyyən bir niyyətlə başlayır. Niyyətlə yola çıxırsan və niyyətin hara, mənzilin ora, necə deyərlər. Həmin o niyyət səni bir yerlərə aparır. Və zehnində nə qədər şərtləndirmələr varsa ki, mən belə olmalıyam, mən elə olmalıyam, mən atamın, anamın ağıllı qızıyam, ay ağıllı oğluyam, məndən yoxdur, yəni mən belə olmalıyam kimi şərtləndirmələr varsa, xoş gəlmisən üzləşdirmələr bu acı həqiqətlər diyarına. Yəni real həyatda belə bir şey yoxdur. Real həyat, dünya istəyir ki, sən özün kimi olasan, özün olasan. Yes. Özün olmaq. Məsələ özün olmaqdır və öz bir növ dəyərlərinə, öz intuisiyana, öz bacarıqlarına sahib çıxmalısan. Və sahib çıxmağı öyrəndikdə bu həyat tərəfindən də yəni şans qapıları sənin üzünə bir növ açılacaq. İlk etaplar çətindir, ağırdır. Heç birimiz üçün asan olmayıb. Hər birimiz o etaplardan keçirik və keçəcəyik, yəni necəsə də. Və dolayısıyla belə, bilirsən bu nəyə oxşuyur? Sən bir növ belə deyək də, iməkləyirsən və
indi isə artıq yeriməyə başlamaq istəyirsən və yerimək, yəni belə deyək də, yeridikdə nə olur? Büdrüyürsən, yıxılıb düşürsən və ya da ki, bir dəstəyə ehtiyacın olur və dolayısıyla normal olaraq da sən də bir dəstək gözləyirsən, amma o yola çıxdıqdan sonra onsuz dəstək öz-özlüyündən gəlir. Bu mentor ola bilər, bu dostun ola bilər, bu heç bəlkə də tanımayacağın, real həyatda heç vaxt görüşməyəcəyin bir insan ola bilər. Bu onlayn şəkildə biri də ola bilər. Hansı ki, bəlkə də izləyəcəyin bir YouTube videosu, bəlkə bir film, bəlkə bir baxdığın, izlədiyin reel belə sənin həyatını dönüşdürə bilər və səni bir növ şillələyərək oyada bilər, bəli. Biz bizə podkastda ümumiyyətlə biz real həqiqətlər, oyanış və şəxsi inkişafın görünməyən üzlərindən danışacağıq və ona görə də bu podkastlar o qədər də yəni asan deyil və həzm olunması çətin, bir növ şillələyən, oyadan bir növ transformativ bir seriyalar olacaq. Yəni bu formatda olacaq. Ona görə də asan deyil. İzlə, dinlə, həzm eləyə biləcəyin, götürə biləcəyin qədər götür və elə. Yəni özünə nələrsə qat və başla sadəcə. Belə. İzləmədə qal. Növbəti seriyalarda isə görüşənədək və özünə çox-çox yaxşı bax. Özünə sahib çıx. Çünki yəni özün özünə lazımsan hər zaman. Belə.